Salam değerli izleyiciler. İndi sizə bugün OTK tərəfindən keçirilmiş 11-ci sinif blok sınaq imtahanının riyaziyyat suallarının icazını verəcəm. Onu da qeyd etmək istəyirəm ki, birinci və ikinci qrup riyaziyyat sualları demək olar ki, eynidir. Sadəcə son 3 suallar fərqlidir. Yəni ilk 27 sual eynidir. Qalan suallarda hamısını izah edəcəm. Son 3 sualı hər ikisində ayrı-ayrı da izah edəcəm. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Başlayaq ilk sualdan. Bucaq AOB 140 dərəcə verib, bucaq AOC, bucaq COB nisbətini verib, 3-4 nisbətində. Yəni bizə buranı 3K verib, 3K. COB-ni də verib, bizə 4K. Buranı 4K verib. İndi 3K ilə 4K-nın cəmi bizə verir bucaq AOB-ni. Yəni 140 dərəcəni verəcək. 7K bərabərdir 140 dərəcəyə. K alınır buradan 20 dərəcə. K 20 dərəcədir. K 20 dərəcə olduğu üçün yəni bura 60'tır. Burada 80 dərəcədir. Sonra deyirik ki, OD şüası COB bucağın tənbüləni. Tənbülən isə bucağı yarıya böləcək. Demək, bura olacaq 40 dərəcə, bu da olacaq 40 dərəcə. Bizdən soruşur AOD bucağın dərəcə ölçüsü. Baxırıq ki, AOD-nin dərəcə ölçüsü 60 ilə 40-ın cəminə bərabərdir. Yəni doğru cavabımız olacaq 60 ilə 40-ın cəmi 100 dərəcə. Yəni doğru cavabımız burada C variantında verilib. İkinci sual. ABC üçbucağında ACB 90 dərəcədir. AC 4, BC 8 olarsa tangens bucaq CAB bölsün kosinus bucaq CBA-nı tapın. Əvvəlcə üçbucaq çəkirik. Düz bucaqlı üçbucağa oxşamadı sanki. Bu bizim düz bucaqlı üçbucağımızdır. Deməli ACB, yəni C 90 dərəcədir. C 90 dərəcədir. AC, BC. AC-ni 4 verib, BC-ni verib 8. Biz Pifagorla AB tapa bilərik. Bura C desəm, C kvadrat bərabərdir, hipotenuzun kvadrat bərabərdir. Katetlərin kvadratları cəmi. C kvadrat bərabərdir 16 plus 64. C kvadrat bərabərdir 80. C bərabərdir köklə 80. Bu da olacaq 4 kökdə 5. Yəni 4 kökdə 5. C oldu 4 kökdə 5. Bunu da yazaq qırağa. Yine kosinus bucaq CAB. Daha doğrusu tangens. Tangens yani bu bucağın tangensi. Tangens CAB. Tangens bucaq CAB bərabərdir. Tangens nə demək ki? Qarşıdakı katet, yəni 8 böl bitişik katet böl 4. Yəni bu olacaq 2. Bunu tapdıq. Kosinus bucaq CBA. CBA. Bu bucağında kosinus soruşur. Kosinus bucaq CBA bərabərdir. Bitişik katet 8 bölünsün hipotenuz 4 kökdə 5. Bu da bərabərdir 2 bölünsün kökdə 5. İndi bizə bunların nisbətini soruşur. Yəni 2-ni bölməliyəm. 2 böl kökdə 5-ə. Bu da bərabərdir 2 vurulsun tərsi. Yəni kökdə 5 böl 2-yə. 2'lər gedir, cavab olar kökdə 5. Yəni doğru cavabımız burada Y variantı kökdə 5'ə bərabərdir. Üçüncü sual. İfadəsinin qiymətini hesablayın. Əvvəlcə 2 tam 3'də 1'i vurmalıyam 4 tam 7'də 2'yə. X-də qarışıq elədi. Çevirməliyəm düzgün olmayan kəsrə. Olacaq 3'də 7 vurulsun 7'də 30. 7'lər burada ixtisar gedəcək. 1, 1. 30 ilə 3 ixtisar gedir 3'ə. Burada 1, burada 10. Və nəticə burada qalır 10. İndi isə 10 çıxılsın. Bunlara baxırıq ki, bunları birləşdirsəm nə olacaq? 7 tam olacaq. 7 tam. 38'də 25 ilə 33'ün cəmi 25 ilə 33'ün cəmi 58. 58. Məsəl üçün bunu da yazırıq bu şəkildə. 10 tamı yazıram 8 tam. 38'də 76 yaza bilərəm də. 8 tam. Çıxsın 7 tam. 38'də 58. 8'dən 7 çıxan da 1. İndi burada məxrəclər eynidir. Məxrəc yerində qalır. 76'dan 58 çıxanda bizə verəcək 18'i. 18. Burada ixtisar olunur 2'yə.
1,19'da 9. 1,19'da 9. Yəni doğru cavabımız B variantında verilib. 1,19'da 9. Dördüncü sual. İfadəsini sadələşdirin. Baxırıq nəyə? Sürətdə orta vuruq kimi x-i çıxarsaq mötərizə xaricinə qalır 5x üstəgəl y üstəgəl 1. Məxrəcdə orta vuruq kimi y çıxarsaq mötərizə xaricinə y çıxarsam y üstəgəl 5x üstəgəl 1. Baxırıq ki 5x plus y plus 1 məxrəcdə də var. Bunlar ixtisar gedəcək. Nəticə qalır bizdə x-in y-ə nisbəti. Yəni doğru cavab 4-cü sualda A variantıdır. 5-ci sual. Bir hədlisinin qüvvəti əmsalından neçə dəfə böyükdür? Əvvəlcə bunları biz standart şəkildə yazmalıyıq. Standart şəkildə. Yəni bu bir həllini standart şəkildə yazmalıyıq. 3,3'də 1, 3,3'də 1. 3'də 10 deməkdir. Bir də 0,3 var orada. 0,3'də 10'da 3 deməkdir. İndi 3'də 10'un 4-cü qüvvəti olacaq 10 üstü 4. Bölünsün 3 üstü 4. A üstü 8 dəfə 4 32. B üstü 5 dəfə 4 20. Vurulsun 10'da 3'ün 5-ci qüvvəti. 3 üstü 5. 10 üstü 5. A üstü 5. B üstü 15 olacaq. İndi baxırıq. 3 üstü 4, 3 üstü 5. Burada 1, burada 3 qalacaq. Sonra 10 üstü 4, 10 üstü 5. Burada 1, burada 10 qalacaq. Yəni əmsal olacaq 10'da 3. 10'da 3 vurulsun. A üstü 32, A üstü 5. A üstü 37. Qüvvətlər toplanacaq. B üstü 20, B üstü 15, B üstü 35. İndi bir həlçinin qüvvəti əmsalından neçə dəfə böyükdür deyir. Əmsalından neçə dəfə böyükdür. İndi burada 37 ilə 35'i toplamalıyam ki, qüvvət tapım. 37 ilə 35'in cəmi 72. Qüvvət 72'dir. Əmsal isə 10'da 3'dür. 72'ni bölməliyəm 10'da 3'ə. Bu da bərabərdir 72 vurulsun 3'də 10. Bu da bərabərdir 72 ilə 3 ixtisar olunur 24. 24'ü də 10'a vursaq 240. Yəni doğru cavab olacaq bu da A variantı 240'a bərabər. 6-cı sual. 32'dən kiçik, 32'dən kiçik 3'ə bölünən natural ədədlər çoxluğu üçün hansı tərkiblər doğrudur? 3'ə bölünən biri 3'dür, 6'dır, 9'dur, 12'dir, 15'dir, 15, 18'dir, 21'dir, 24'dür, 27'dir, bir də 30'dur. Yəni 10 dənə ədəd olmalıdır. 32'dən kiçik 3'ə bölünən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Ədəd ortasıdır 18'dir. Ədəd orta. Şimdi bizə cəm lazımdır. Cəmi tapmaq üçün mən nə edəcəm? Cəmi 3'ü çıxaran mütərizə xaricinə 1 plus 2 plus 3 ən sonuncusu da 10. Bu da bərabərdir 3 vurulsun. 1'dən n'ə qədərlərin cəmi n. Ən sonuncusu 10'dur. 10 vurulsun 11 böl 2'dir. Bu da bərabərdir. Bu da bərabərdir. 10'dan 2 ixtisar olunur 5. 55'i də 3'ə böləndə 165. 165'i də 10'a böləndə 16,5. Ədəd orta 16,5'dir. Yəni bu nədir? Birincisi yanlışdır. Modası yoxdur. İkincisi doğrudur. Moda yoxdur. Təkrar element yoxdur. Median ədədi ortasına bərabərdir. İndi baxaq. Median 10 dənə olduğu üçün median düşəcək 5-ci ilə 6-cının üzərinə. Median bu ikisinin cəminin yarısı olacaq. 15 plus 18'in yarısı. 33'ün yarısı 16,5. Baxın, median 16,5'dir. Ədəd ortada 16,5'dir. 2-3 doğrudur. Doğru cavabımız olacaq A variantı 2-3. 7-ci sual. Hasili 72 olan 2 natural ədədin cəminin mümkün olan ən kiçik qiymətini tapın. Hasil 72. Deməli A vurulsun B 72'dir. A plus B'nin ən kiçik qiymətini soruşur. Hasil 72 1 ilə 72 ola bilər. 2 ilə 36 ola bilər. 3 ilə 24. Bu şəkildə davam edir. İndi burada cəm yazıram. Baxın, burada cəm 73'dür. Cəm burada 38'dir. Cəm burada 27'dir. Baxırıq, getdikcə cəm azalır. Deməli, bu ədədləri kifayət qədər yaxın götürmək lazımdır ki, cəm daha minimum olsun. O da 8 ilə 9 olanda baş verəcək.
Fərq 1 vaiddir. Onda cəm olacaq 17. Yəni doğru cavabımız olacaq burada. A variantı 17-yə bərabər. 8-ci sual. A çıxıq B-ni bizə verib 5. A kvadrat plus B kvadrat verib 43. A plus B kvadrat ifadəsinin qiymətini soruşur. Deməli, A plus B-nin kvadratı bərabərdir birincinin kvadratı. Üstəgəl hasillərin 2 misli, üstəgəl ikincinin kvadratı. A kvadrat plus B kvadrat verib 43. Yəni 43 üstəgəl 2AB. Mənə lazımdır AB-ni tapmaq. İndi mən bu ifadəni belə yazıram. A çıxıq B-nin kvadratı üstəgəl 2AB bərabərdir 43. A çıxıq B-ni də verib 5. 5-in kvadratı üstəgəl 2AB bərabərdir 43-ə. Burada 2AB bərabərdir 43 çıxıq 25. 43-dən də 25 çıxanda eləyir 18. 2AB 18-dir. Ona cavab olacaq 43 üstəgəl 18 olacaq 61. Yəni doğru cavabımız olacaq Y variantı 61-ə bərabər. 9-cu sual. A və B-ni verib, verilən ifadənin qiymətini soruşur. Burada birbaşa yerinə qoysa, biraz səhv eləmiş olacaq. Baxırıq ki, A kvadrat plus 6A plus 9 tam kvadratdır. Yazırıq A plus 3-ün kvadratı çıx B kvadrat. Bu da müxtəsər Roma düsturudur. Yazırıq A plus 3 çıx B. A plus 3 plus B. Yəni bunu da belə yazaram. A çıx B plus 3. A plus B plus 3. Yəni bizə lazımdır A çıx B, bir də A plus B lazımdır. İndi A plus B bərabərdir. A plus B. 60 tam 4'də 3, üstə 36 tam 4'də 1. Bu da olacaq 97. A plus B 97'ye bərabərdir. İndi A çıx B. A çıx B bərabərdir 60 tam 4'də 3'dən 36 tam 4'də 1 çıxırıq. Bu da bərabərdir. 60'dan 36 çıxanda 24. 24. 4'də 3'dən 4'də 1 çıxanda 4'də 2, o da 2'də 1. A çıx B də buna bərabərdir. Gətirib yerinə yazsaq. A çıx B 24 tam 2'də 1 üstəgəl 3. A plus B də 97. 97 üstəgəl 3. İndi bizə bunu hesablamaq lazımdır. Deməli, bu bizə verir. Bu bizə verir. 27 tam 2'də 1, yəni 27 tam 2'də 1 də bizə verir. 2'də 27 tam 2'də 1. 2'də 55. 2'də 55. 2'də 55. Vurulsun 100. Vurulsun 100. Bu da bərabərdir. 55 vur 50. Bərabər 0 yazırıq. 5 ilə 5 25. 5 ilə 5 25. O da 2 27. Yəni 2750. Doğru cavab olacaq. Burada C variantı. 2750'ye bərabərdir. 10-cu sual. EM'nin K üçbucağında NP tən bölən, yəni bucağı yarıya böləcək. EM'n 12'dir. NK 18'dir. MK 20'dir. MP'ni soruşur. MP. MP'ye X deyirəm. Bura olacaq 20 çıx X. 20 çıx X. Onda yazırıq 12'nin X-ə nisbəti bərabərdir 18'in 20 çıx X-ə nisbəti. Tənbələnin xassəsi. 12'dən 18 ixtisar gedəcək 6'ya. Burada 2, burada 3. Buradan alınır ki 3x bərabərdir 40 çıxılsın 2x'ə. Buradan alınır ki 5x bərabərdir 40'a. X alınır neçə? X alınır 8. Yəni doğru cavabımız burada Y variantı 8'ə bərabərdir. Bunu başqa cür də yazmaq olar. Baxırıq ki 12'nin 18'ə nisbəti 2'nin 3'ə nisbətidir. 2'nin 3'ə nisbəti olduğu üçün mən bura 2x, bura 3x deyə bilərəm də. 2x, 3x. Bu şəkildə. 5x 20, x 4'dür. Bizə də 2x soruşur. 2x olacaq 8. 11-ci sual. Ədədinin kəsr hissəsini tapın. Burada nəyə baxır əvvəlcə? Köşdə 130 harda yerləşir? Köşdə 130 yerləşir 11 ilə 12 arasında yerləşir. 11 ilə 12 arasında yerləşir. Deməli 11 ilə 12 arasında yerləşdiyi üçün mənfi köşdə 130'da yerləşəcək harda? Mənfi 12 ilə mənfi 11 arasında. Hər tərəfə 2025 əlavə eləsə 2025.
Burada olacaq 2013, 2025 çök köşdə 130. Bu da olacaq 2014. Deməli, verilən ədəd yerləşir 2013 ilə 2014 arasında yerləşir. Deməli, 2013-dən buna neçə? Deməli, tam hissəsi, verilən ədədin tam hissəsi 2013-dür. 2013 olduğu üçün ədədin özündən, yəni 2025 çıx köşdə 130-dan 10 tam hissəsi 2013-ü çıxsam, mənə verəcək onun kəsr hissəsi. Bu da eləyəcək neçə? 12 çıx kök altında 130. Yəni doğru cavabımız burada A variantıdır. 12 minus kök altında 130. 12-ci sual. Şərtlənmiş hissələrə uyğun ifadəni müəyyən edin. Birinci hissə baxırıq ki, A ilə B-nin fərqidir. İkinci hissə isə B ilə C-nin kəsişməsidir. İkisini götürməliyəm. O da olacaq ikisinin birləşməsi. Doğru cavabımız burada A ilə B-nin fərqi birləşir. Y variantı. Doğru cavab Y variantıdır. 13-cü sual. Tənasübdən x tapın. Biz bilirik ki, tənasübün əsas xassəsi kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni 0,4-də 7-ni 2,7-də 4-ə vuranda bərabər olmalıdır. X vurulsun 1,3-də 2. 4-də 7, 9-da 7 deməkdir. Vurulsun bu 7-də 18. Bərabər x vurulsun 3-də 5. 1,3-də 2, 3-də 5 deməkdir. İndi sol tərəfdə 7-lər gedir ixtisar. 1, 1. Sonra 9-dan 18 9x alınır. Burada 1, burada 2. Və alınır 2x bərabərdir 3-də 5. Hər tərəfi burada üzr istəyirəm, səhv yazdıq. 2x yox. Burada alınır 2 bərabərdir. 2 bərabərdir 3-də 5x. Hər tərəfi 3-ə vursam 6 bərabərdir 5x alınır. Hər tərəfi 5-ə bölsəm x olacaq 1,2. Yəni doğru cavabımız olacaq A variantı. 1,2-yə bərabər. 14-cü sual. Ədədləri müqayisə edin. Burada qüvvətlərə eyniləşdirmək lazımdır. Əsaslar fərqlidir axı. Qüvvətlərə eyniləşdirmək lazımdır. 100, 150 və 25-in əbobu 25-dir. Ona görə A-nı belə yazıram. 3 üstü 4, 10 üstü 25. Yəni 81 üstü 25 olacaq. B bərabər 2 üstü 6, 10 üstü 25. Bu da olacaq 64 üstü 25. C-də verib 49 üstü 25. Qüvvətlər eyniləşdi. Qüvvətlər eyni olduğu üçün əsası böyük olan daha böyükdür. Ən böyüyü burada görünür A-dır, sonra B-dir. Ən kiçiyi də nədir? C-dir. Doğru cavabımız Y variantı. Ən böyüyü A-dır, sonra B, ən kiçiyi də C-dir. 15-ci sual. Bax, sual belədir. A-nı verib 24 vur 10 üstü 20 və B-ni də verib 5000. Ədədlərin hasilini standart şəkildə yazılışında qiymətli hissə ilə tərtibin cəmini tapın. Bax, A bərabər verib 24 vurulsun 10 üstü 20. B-ni də yazıram 5 vurulsun 10 üstü 3. Hasilinə baxıram. A vur B bərabərdir. 120 vurulsun 10 üstü 23. 10 üstü 23. Bunu da belə yazıram. 12 vurulsun 10 üstü 24. İndi bu standart şəkildə deyil. Qiymətli isə ondan yuxarıdır. Yazırıq 1,2 vurulsun 10 üstü 25. Artı bu oldu standart şəkildə. Qiymətli isə 1,2-dir. Tərtib də 25-dir. Bizdən də soruşur ki, qiymətli hissə ilə tərtibin cəmi. Bunları toplasaq olacaq 26,2. Yəni doğru cavab olacaq B variantı. 26,2-yə bərabər. 16-cı sual. A və B çoxları üçün A element sayısı 36, B element sayısı 39, A çıx B fərqli element sayısı 18 olarsa, B çıx A fərqli element sayısını soruşur. Bu sualları yazmaq üçün ən rahat yol Venn diaqramıdır. Venn diaqramını çəkirik. A, B. Baxın, A çıx B fərqli element sayısı 18. Yəni, bura 18-dir. 18. A element sayısı 36-dır. Yəni, burada 18 olacaq. B element sayısı 39. 39 ise demək bura olmalıdır 21. Bizdən də soruşur ki, B çıxanın element sayısı. B çıxın
A element sayısı olacaq 21. Yəni doğru cavabımız A variantı 21-ə bərabərdir. 17-ci sual. 2% duz məhlulundakı suyun 40 qramı buxarlandıqdan sonra duzluluğu 2,5% oldu. Məhluldakı duzluğun kütləsini tapın. Baxın, məhlulun kütləsini deyirəm 100x. 2% duz olduğu üçün 2x duzdur burada. 2x duz. İndi deyir ki, suyun 40 qramı buxarlanıb. 40 qram buxarlanıbsa, məhlulun kütləsi olacaq 100x çıxılsın 40. Məhlulun kütləsi bu şəkildə olacaq. Duzun kütləsi dəyişmir 2x. Və duzun faizini verib 2,5%. Yəni bərabərdir %2,5-ə. %2,5. Şimdi gəlin bunu çarpaz vuraq. Gəlin nə baş verir? Çarpaz vuranda nə alır? Çarpaz vuranda deməli 200x bərabərdir 250x çıxılsın 100-ə. Buradan alınır ki 50x bərabərdir 100-ə. X alınır neçə? X alınır burada 2. X 2 alınır. Məhluldakı duzun kütləsi. Duzun kütləsi 2x-dir axı. 2-ni də 2-yə vuranda cavab olacaq 4 qram. Doğru cavab A variantı. 18-ci sual. İfadəsini sağlaşdırın. Burada orta vuruq kimi 2 kök altında doğrusu. Kök altında 2x'i çıxartsam qalacaq 5 kök altında 16x kvadrat. Üstə gəl kök altında 9x kvadrat. Çıx kök altında 25x kvadrat. İndi burada nəyə baxırıq? Burada x kub olduğu üçün deməli x'imiz nədir? 0-dan böyük bərabərdir. Ona görə modulsuz çıxaracağım birbaşa. Kök altında 2x vurulsun 5 vur 4x. Burada 3x. Burada 5x. Bərabərdir. 5 dəfə 4 20x. 20x 3x. 23x 5x 18x. Yəni olacaq 18x kök altında 2x. Yəni cavabımız bu şəkildə olacaq. Yəni doğru cavab A variantı. 18x kök altında 2x'e bərabərdir. 19-cu sual. ABC üçbucağında ABC üçbucağı çəkək. ABC üçbucağında AB 5'dir, BC 7'dir. ABC bucağı alfa deyirəm. Ən böyük bucaqdır. Yəni bura beta, bura gamma desəm, deməli alfa betadan böyükdür. O da gammadan böyükdür. Yəni ən böyük nədir? Alfadır deyir. Üçbucağın AC tərəfini ala biləcəyi tam qiymətlərin cəmi tapın. Birinci üçbucaq bərabərsizliyi yazmalıyam. Üçbucaq bərabərsizliyi. Yəni x kiçik olmalı 5-dən 7-nin cəmindən. Bir də x ən böyük tərəf olacaq. Çünki alfa ən böyük bucaqdır. Ona görə x'imiz 7-dən də böyük olmalıdır. C tərəfdən böyük olmalıdır. 7 kiçikdir x, o da kiçikdir 12. X'in qiymətləri burada 8-dir, 9-dur, 10-dur, 11-dir. Bunları toplasaq eləcək 38. Yəni doğru cavabımız olacaq B variantı. 38-ə bərabər. 20-ci sual. 8-ə böldükdə qalıqda 6, yəni 8-ə böləndə qalıqda 6, ədədə deyirəm A. Deməli 8A plus 6, 12-ə böldükdə qalıqda 10, yəni 12B plus 10, 18-ə böləndə qalıqda isə 16 alınır. Bura baxıram ki, hər tərəfə mən 2 əlavə eləsəm, A plus 2 bərabərdir 8A plus 8, 12B plus 12, 18C plus 18. Deməli, A plus 2 elə bir ədəddir ki, 8, 12 və 18-ə tam bölünür. Deməli, A plus 2 ən kiçik soruşduğu üçün 8 ilə 12, bir də 18-in nəyi olmalıdır? Əkob olmalıdır. A plus 2 bərabərdir. Əkob. 8-dən 12-ni birləşdirəcəm. 8-dən 12-nin əkobu 24-dür. 24, 18. A plus 2 bərabərdir. Ortaq 6 var. 6-nı çıxarsam, əkob 4, 3. 4 ilə 3 qarşılıqlı sadədir. 4 ilə 3 qarşılıqlı sadə olduğu üçün əkobları hasilləri olacaq. Yəni 12. A plus 2 bərabərdir nəyə? 72-yə. A bərabərdir 70. Deməli 70-dir. Doğru cavab burada 70-ə bərabərdir. İndi baxaq.
Deyir ki, A-nın, yəni ən kiçik natural ədədin rəqəmləri cəmi 7 ilə də 0-ın cəmi olacaq 7. Doğru cavab A variantı. 180 deyirəm. 20-ci sual. 180 ədədini 3, 4, 6 ədədləri tərs münasib hissələrə böldükdə alınan ən kiçik ədədi tapın. Tərs münasib deyəndə 3-də 1, 4-də 1, 6-da 1 nisbətdə deyir. 104 6-nın əlkəbu 12 olduğu üçün 12'ye vurub bunu düzə çevirəcəm. 12'ye vuranda 4, 3, 2. Deməli biri 4K'dır, biri 3K'dır, biri də 2K'dır. Bunların cəmi 9K. Bəli 180'ə K alınır 20. Ən kiçik soruşur. Ən kiçik 2K'dır. 2 dəfə 20 nəticə olacaq 40. Doğru cavab B variantı. 40'a bərabərdir. 22-ci sual. A həqiqi ədəd üçün ifadəsinin ən böyük qiymətini tapın. Burada nəyə baxırıq? A kvadrat plus 2. Bu ən azı 2'dir. Ən azı 2. Çünki bu heç vaxt mənfi ola bilməz də. A kvadrat minimum 0 olanda ən azı 2 çıxacaq. Ən azı 2. Bunun ən böyük qiyməti olması üçün fərqdə axı. Bura minimum olmalıdır. Minimum. Ona görə 43 çıx 2'nin kubu ən böyük olacaq. 43 çıx 8 nəticə olacaq 35. Yəni doğru cavabımız burada D variantı 35'ə bərabərdir. 23-cü sual. İfadəsinin qiymətini tapın. Burada nəyə baxırıq? Kök 6 ifadəyə baxıram. 22 çıxılsın 8 kökdə 6. Mən bunu belə yazıram. 22 çıxılsın 2 kök altında 90 deməli 96. 96. Baxın 22'ni yazıram bu şəkildə. 22'ni yazıram kökdə 6'nın kvadratı. Üstəlik kökdə 16'nın kvadratı. Çıxılsın. Bunu da yazıram bu şəkildə. 2 vur kökdə 6, vur kökdə 16. Kökdə 16. Baxıram ki bu tam kvadratdır da. Yəni kökdə 16 ilə kökdə 6'nın fərqinin kvadratıdır. Yəni kökdə 16 çox kökdə 6'nın fərqinin kvadratıdır. Gətirib yenə yazsam orada. Və bunu da belə yazıram. 8 yazıram kökdə 64. Kökdə 64. Kökdə 24. Vurulsun kök altında. Kökdə 16 çox kökdə 6'nın kvadratı. Yəni birinci mütərizədə kökdə 4'ü çıxardan mütərizə xaricinə. Kökdə 4'ü çıxarsa mütərizə xaricinə. Hətta kökdə 4 yox. Kökdə 8. Kökdə 8 çıxarsa neysə, hələ ki qalsın. Bu şəkildə qalsın hələ ki. Yəni kökdən çıxarar digərinə baxarıq. Kökdə 64 plus kökdə 24 vurulsun. Burada modul çıxır. Kökdə 16 çox kökdə 6. Kökdə 6. Bu da bərabərdir. Hə, göründü. Birinci mütərizədən kökdə 4'ü çıxaracaq mütərizə xaricinə. Kökdə 4'ü çıxarsa mütərizə xaricinə. Kökdə 16 plus kökdə 6. Vurulsun kökdə 16 minus kökdə 6. Kökdə 4 2 deməkdir. Bu da müxtəsərdir. A plus B açıq B. Yəni kökdə 16'nın kvadratı çıx kökdə 6'nın kvadratı. Bu da bərabərdir. 2 vurulsun 16 çıx 6. 2 vur 10. Nəticə olacaq neçə? Nəticə olacaq burada 20. 20. İndi mən buradan birbaşa çıxartdım. Modulsuz çıxartdım. Niyə modulsuz çıxartdım? Müsbət deyə birbaşa bu şəkildə yazdım. Yəni bu da bunun cavabı. Yəni cavabımız burada 20'ye bərabərdir. Bunu qeyd edək qıraqda. Cavab burada 20'ye bərabərdir. 20. %24-cü sual. Deyir ki, boş hovuz bir boru ilə 6 saata dolur. İkinci boru ilə isə tam dolu hovuz 8 saata boşalır. Su ilə tam dolu olan hovuzda ikinci borunu açdıqda 2 saat sonra birinci borunu da açdılar. Hovuz neçə saata dolar? Baxaq. Boş hovuz birinci boru ilə 6 saata dolur. Birinci 6 saata dolur plus yazıram. İkinci boru ilə isə tam dolu hovuz 8 saata boşalır. Deməli 2 saat baxın su ilə dolu tam dolu olan hovuzda ikinci boru açdıqdan sonra 2 saat sonra 2 saat ikinci boru ilə işləyib. Deməli 2 saatda 2/8 hovuzun 1/4 hissəsi boşalacaq. 2 saatda 1/4 hissə boşdur artıq. Sonra ikinci boru qoşulur. Yəni birinci boru da açılır. İndi bundan sonra neçə saata dolar? Bundan sonra ilk saat dolsa əgər birinci boru bax 6 saat deyildi.
İlk saatdə x bölü 6 qədər su tökülür. O birisində isə 8 saat olduğu üçün x bölü 8 saat su boşalacaq. Bunların fərqi bizə həmin o dolacaq hissəni verəcək. Yəni 4/1-i verəcək. Bərabər 4/1. Hər birini mən 24-ə vursam, 4x çıx 3x bərabərdir 6-ya. X bərabərdir 6. Deməli, 6 saat sonra dolacaq. Doğru cavabımız burada 6-ya bərabərdir. Bunu başqa cür də yaza bilərsiniz. Qiymət verməklə də yaza bilərsiniz. Yəni, deyirəm ki, 120 olsun, hovuzun həcmi 120 kubmetr olsun. 6 saat dolursa, deməli bundan 1 saatda elə bil ki 20 kubmetr vurur plus. O birisi də isə 1 saatda 15 kubmetr isə nə edir bu? 15 kubmetr elə bil ki boşaldır. İndi deyir ki 2 saat o birisi açıq qalır. 2 saatda deməli 30 kubmetr boşalacaq. 90 elə bir şey qalır da. Təzədən 120-yə 30 kubmetr dolacaq. Yəni dolmalıdır. Bunların fərqi 5 kubmetr olduğu üçün 1 saatda elə bir ki 5 kubmetr dolacaq. 30-u da 5-ə bölsəniz yenə cavab 6 alınacaq. Bu da praktik həll yolu olsun deyə belə yazdım. Kimsə əgər əvvəlki şərti başa düşmürsə bundan yaza bilər. 25-ci sual. M natural ədədi 8-ə bölüşdə qalandan 5 alınır. İndi deyir ki, m kvadrat plus 5m plus 29 ədədini 8-ə bölüşdə qalandan neçə alınır? Elə m-i mən 5 götürə bilərəm. 5 8-ə bölünmür, özü qalır. 5 yazanda 5'in kvadratı. 5 vurur 5, üstəgəl 29. 25 plus 25, üstəgəl 29. Bu da bərabərdir 79. 79 da 8-ə böləndə qalıq olacaq 7. Yəni doğru cavab burada 7-yə bərabərdir. Qalıq burada 7-dir. Növbəti sual, 26-cı sual. Deyir ki, AB'yə paraleldir. Gammanı verib 70 dərəcə. Gammanı 70 dərəcə verib. Bettanı verib 150 dərəcə. Bizdən də alfanı soruşur. Bu da alfadır. Çarpaz, bunlar qarşılığı olduğu üçün birinə bərabərdir. İndi bura 150 isə bura olacaq 30 dərəcə. 30 dərəcə. Buradan görünür ki, alfanın 30-un cəmi 70'i verir. Yəni gammanı verir 70 dərəcə. Deməli alfanın neçə olacaq? Alfa olacaq 40 dərəcə. Yəni doğru cavab burada 40 dərəcəyə bərabərdir. 27-ci sual. Uyğun tərəfləri perpendikular olan alfa və beta bucaqları üçün uyğunluğu müəyyən edin. Birincisi, alfanı verib 42 dərəcə. Buradan müxtəlif adlı ola bilər. Eyni adlı da ola bilər. Eyni adlısa beta da 42 olacaq. Müxtəlif adlısa cəmi 180-dir və ya beta olacaq 180-dən 42 çıxmalıyam 138 dərəcə. Demək 42 və 138 ola bilər. 42, 138. Yəni DY. Birə DY. İkinciyə deyir ki, alfa ilə 74-ün fərqi betadır. Artıq burada görünür ki, bu müxtəlif adlıdır. Deməli, alfa ilə betanın fərqi 74-dür. Cəm də nədir? Cəm də 180-dir. 180. Tərəf-tərəfə çıxsam, 2 beta bərabərdir. 180-dən 74-dən 106. Beta alınır 53 dərəcə. Beta 53. B variantı. Deməli, B, D, Y getdi. B, D, Y. İndi beta 53. İndi keçirik 3-cü varianta. Alfa 136-dırsa, beta da 136 ola bilər. Və yaxud da beta 44 ola bilər. 44. Deməli, buna da A variantı. Beta 143, 143 heç birinə aid deyil. 143 heç birinə aid deyil. Buna görə 1 DY, 2 B, 3 A variantı. Keçək növbəti suallara və istəsə suallarıdır. Ondan sonra da gələcək birinci qrupun sualları. Deyir ki, mağaza 100 manata fermerdən 500 kiloqram qarpız aldı. Qarpızların dağılmaması üçün onlara taxtadan ABC düzbucaqlı üçbucaq formasında yer düzəltməyi qərara aldılar. Taxtanın 1 metrin qiyməti 1 manat 50 qəpikdir. 1 metrin qiyməti. Birinci gün qarpızların ümumi kütləsi 70% satıldı. İndi deyir ki, bu üçbucağın katetləri 3 metr və 4 metrdir. Hər tərəfə 2 sıra taxta işlənərsə, sərf olunan taxtalara ödənilən pulun miqdarını hesablayın. Baxın, katetləri verir 3, 4. 3, 4. Hipotenuz olacaq 5. Deməli, 3 metr, 4 metr, 5 metr. Cəm perimetr bərabərdir. Perimetr
3, 4, 5. Perimetr eləyəcək neçə? 12. Sadəcə deyir ki, burada hər tərəfə 2 sıra taxta. 2 sıra taxta olduğu üçün perimetri 2-yə vuracam 24. 24 metr elə bil ki, taxta işlənib. 1 metrin qiyməti 1 manat 50 qəpik olduğu üçün 1 metr. Ona görə 24'ü vuracam 1 manat 50 qəpiyə. Bu da olacaq neçə? 30 manat olacaq. 30 manat. Çünki 24 1 manata vuranda 30 manat yox, üzr istəyirəm. 36 manat eləyirsən. 24 1 manat da 24 manat eləyir. 50 qəpik, 2 50 qəpik 1 manat olduğu üçün 24'ün içərisinə 12 dənə manatlıq olacaq. Bu da olacaq 36 manat. Yəni doğru cavab burada 36'ya bərabərdir. İndi bax, deyir ki, birinci gün qarpızların 1 kiloqramını 60 qəpiyə satdılar. Satışa nə qədər pul əldə edildi? İndi bax, deyir ki, burada birinci gün qarpızların ümumi kütləsinin 70% satıldı. Yəni 500'ün 70% satılıb. 500'ün 70% satılıb. Yəni nə qədər satılıb? Bu da 350. 350 kilogram satılıb. Və kiloqramı da 60 qəpiyə satdılar. 60 qəpiyə. Satışa nə qədər pul əldə edildi? 350'ni vurmalıyıq 0,6. 60 qəpik 0,6 azən deməkdir. Bu da olacaq 35 vur 6. Bu eləyəcək 210 manat. 210 manat. İkinci növbəti. İkinci gün isə qalan qarpızlar nə qədərdir? 150 qalıb da. 250 satıbsa 150 qalıb. 150 qalıb. Deyir ki, üstəki hissəsi 100'dür. 100. Üstəki hissəsi 1 kiloqramını 50 qəpiyə. 100'ü 50 qəpiyə, 100 kiloqram da elə ki, 50 qəpiyə satsa burada 50 manat qazanacaq burada. 50 manat burada. Yerdə qalır digər hissəsi 50 kiloqram qalır. 40 qəpiyə satdılar. 40 qəpik nə deməkdir? 0,4 manat. Bunu da 50'ye vuranda 20 manat da burada qazanır. 20 manat da burada qazanır. 20 manat burada qazanır. İndi baxaq. Baxaq gör nə baş verir burada. Ümumi nə qədərdir? İndi deyir ki, 40 qəpiyə satdılar. Qarpızların hamısının satışından əldə edilən ümumi qazancı hesablayın. Taxtalara ödənilmiş pulun miqdarını nəzərə almaqla. İndi baxaq. Taxtalara pul verib 36 manat. İndi baxın. 210 manat burada qazanıb. 210 manat. 50, 20, 70 manat da burada qazanıb. Ümumi 280 manat qazanıb. 100 manata almışdı. 100 manatı çıxırıb. Bir də taxtalara da pul verib nə qədər? 36 manat. 36 manat da buradan çıxırıq. Bu da bərabərdir. 180, 36, 144 manat. Deməli, qazancı olacaq 144 manat. Doğru cavab burada 144'ə bərabərdir. Yine gəlir birinci qrupun sualları. 28-ci sual. 20 kiloqram 8% duz məhlulu ilə 25 kiloqram 4% duz məhlulu qarışdırıb üzərinə 5 kiloqram su əlavə etdikdə neçə faiz duz məhlulu alınır? 20'nin 8%. 20'ni 8'e bölürəm 100'e. Bölür 1,6 duz. Obisində də 25'in 4% duzdur. Bu da olur 1 kiloqram duz. Yəni qarışdırandan sonra 2,6 kiloqram duz olacaq. Duz. 2,6 kiloqram duzdur. İndi deyir ki, 20 kiloqram, 25 kiloqram, 45, bir də 5 kiloqram su gəldi. 50 kiloqram ümumi məhlulun kütləsidir. İndi duzun faizini soruşur. Duzun miqdarını bölürəm yeni məhlulun kütləsinə, vururam 100'ə. Vururam 100'ə. Bu da bərabərdir. 100'dən 50 ixtisar edəcək 2. 2'ni də 2,6 vuranda 5,2. Deməli, burada cavab olacaq 5,2 faizli məhlul. Yəni doğru cavabımız 5,2'ye bərabərdir. 29-cu sual. Uzunluğu 72 santimetr olan AD parçası. Yəni uzunluğu verib 72. B və C nöqtələri ilə 2,4 nisbətində bölünüb. Yəni 2K, 3K, 4K. Cəm eləyir 9K. Bəbəl 72'yə. K alınır neçə? 8. K 8 isə 16, 24, 32. İndi deyir ki, A, B və CD parçaların orta nöqtələr arasındakı məsafə.
Orta nöqtələr arasındakı məsafəni soruşur. Məsafə onda olacaq. Orta dediyi üçün 8 plus 24 plus 16. Bu da bərabərdir 48. Yəni doğru cavab burada 48-ə bərabərdir. Növbəti və sonuncu sualımız. Üçbucağın uzunları A və B olan iki medianın qarşılıqlı perpendikulyardırsa, üçüncü medianın uzunluğunun kök altına A kvadrat plus B kvadrat olduğunu ispat edin. İndi üçbucaq çəkirik. Olsun üçbucağımız. Medianın biri budur. Digər də olsun bu. Bunlar olsun qarşılıqlı perpendikulyar. Deməli, A, B, C üçbucağı. Bu AY mediandır. BD mediandır. Bir də buradan çəkirəm CF medianı. İndi bizə deyir ki, CF'in kök altında A kvadrat plus B kvadrat olduğunu ispat edin. İndi medianlar kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətində bölünür. Mən bura x desəm, bura 2x'dir. Bura y desəm, bura olacaq 2y. Bura z desəm, bura 2z'dir. Eyni zamanda bura z isə bura olacaq 2z. 2z. Bu məlum məsələ. Düzbucaqlı üçbucaq olduğu üçün bu O nöqtəsi OF düzbucaqlı üçbucağın düzbucaq təpəsini çəkmiş mediandır. O da hipotenuzun yarısıdır. İndi biz bilirik ki, burada baxın. 3x'i bizə verib, 3x'i bizə verib A. 3y də bizə verib B. Deməli, x-imiz nəyə bərabərdir? X-imiz bərabərdir A-nın 3-ə nisbəti. Y-imiz də bərabərdir B-nin 3-ə nisbəti. İndi biz bilirik ki, BO 2x daha. BO 2x, yəni B olacaq 2A-nın 3-ə nisbəti. AO da olacaq 2y, yəni 2B-nin 3-ə nisbəti. Onda düzbucaqlı üçbucaqdan yazıram. AB-nin kvadratı bərabərdir BO-nun kvadratı üstəgəl AO-nun kvadratı. AB-nin kvadratı bərabərdir BO-nun kvadratı. BO nədir bizdə? 2A bölü 3 kvadratı 4A kvadrat bölü 9. AO-nun kvadratı da 4B kvadrat bölü 9. Bu olacaq 9'da 4 A kvadrat plus B kvadrat. Bu bizə AB-nin kvadratını verir. Onda AB olacaq 3'də 2 kök altında A kvadrat plus B kvadrat. AB'miz də 2z'dir. Yazırıq 2z bərabərdir. 2z bərabərdir. 3'də 2 A kvadrat plus B kvadrat. Onda z'imiz bərabər olacaq. 2'yə bölsəm 3'də 1 kök altında A kvadrat plus B kvadrat. İndi bizdəki CF'də 3z'dir. 3z. Bizə 3z lazımdır. Hər tərəfi 3'ə vursam 3z bərabərdir kök altında A kvadrat plus B kvadrat. Bu da bunun isbatı. İsbat da bitti. Soruların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi